Yaxşı. Deməli, toplu 2019, ikinci hissə, uzalan sahəsi 80-dən sonraki suallarda 81. Aha, uşaqlar 81-ci sual. Deyir, bərabər tərəfin üst bucağının daxilində götürmüş nöqtədən onun tərəflərinə qədər məsafələr 4, 5, 6. Yəni, bu nöqtədən tərəfləri perpendikulyar indirsək, bax, bu misal üçün 4'dür, bu 5'dir, bu da 6. Deyir, və bu üç bucağın sahəsini var. Bax, belə bir iş görəcəm. Bu A deyilmi? Deməli, bərabər tərəfli üç bucağın ümumiyyətlə daxilində götürmüş nöqtədən tərəflərə qədər məsafələrin cəmi həmin üç bucağın hündürlüyünə bərabər. Niyə? Bax, belə bir şey eləyirəm. Bu nöqtə ilə üç bucağın təpələrini birləşdirirəm. Bax, buradakı üç bucağın sahəsi balaca. 4A bölə 2 eləyirmi? O birisi üç bucağın sahəsi. 5A bölə 2 eləyirmi? Bu birisi də ki 6A bölə 2 eləyir. Düzdür? Bunların hamısını toplayanda üç bucağın sahəsi alınır. S üç bucaq bərabərdir. Bu da A bölə 2 buradadır. 4 üstə gələk, 5 üstə gələk, məsələn 6. Üç bucağın sahəsi nəyə bərabər? AH bölə 2-yə. Düzdürmü? Deməli, o H ilə bu üçün cəminə bərabər. Yəni, H bərabər 4 üstə gələk, 5 üstə gələk 6. Başqa sözdə 15. Bu bir. İndi, axı bərabər tərəfli üç bucağın sahəsinin nədir? Hündürlüyünü də tərəflə ifadə edə bilərik. Bunlar hamısı 60 dərəcədir. Hündürlük yendirəndə həm median, həm də təxminləndir. Bura A bölə 2-dir. Bura isə kök altda 3A, kök altda 3A bölə 2-dir. Yəni, hündürlük kök altda 3A bölə 2-yə bərabər. Kök altda 3 bölə 2, A bərabər. Buradan da oldu 15. 15 olanda nə olur? A bərabərdir, 10 kök altda 3 mi edir? Tərəf. 2-yə vururam, 3-ə də vururam, 10 kök altda 3. İndi baxaq. Bərabər tərəfli üç bucağın sahəsi düzdür, belə A kvadratı. Kök altında 3 bölək 4-ə. İndi həmin şeyi burada yazaq. 10 kök altında 3'ün kvadratı vuraq kök altında 3 bölək 4'ə. Bu isə eləyir 100 vuraq 3 vuraq kök altında 3 bölək 4. 75 kök altında 3 varmış abi. B variant. B var. Bölüm lazım. Yaxşı. Keçirik 83'ə. Görə 83 nədir? 83 də çox maraqlıdır. Kvadratdır. Kvadrat. A, B, C, D. M nöqtəsi, bax bunun orta nöqtəsi deyəməm buna bərabərdir. Sonra B ilə M-i birləşdirib uşaq. Bu düz bucaq təpəsindən də bir dənə hündürlük yeridir. Və yazır ki, K. Deyir ki, SMM-deyə. SBKS 12. 12'dir mi? 12 olarsa ABCD kvadratın sahəsini tapır. Şöyle burada 2 dənə oxşar üst bucaq əmələ gəlir. Bura baxın. Birinci bura A'dır, bura A bölə 2. Düzdür mü? Bax mən bura alfa desəm, bax bura da alfa olacaq bu balaca üst bucaq. Niyə? Çünki bura alfadır, bura 90 dərəcədir, bura 90 sağ alfa. İkisinin cəmi 90 olursa bura alfa. Düz bucaqlı üç bucaqlarda da bir dənə iki bucaq bərabər olursa, bu artıq bunların oxşar olmalı demək. Düzdür? Oxşar üç bucaqlardır. Oxşarlıq nisbəti 2'dir. Yəni, bu bundan 2 dəfə kiçikdir. Bunun sahəsi 12'dir. Deməli, bunun sahəsi oxşar fiqurların sahələr nisbəti oxşarlıq əmsalının kvadratına bərabər. Yəni, 4 dəfə kiçik olur. Yəni, bura oldu 3. 3 oldu mu? Bu üç bucağın ümumi sahəsi oldu 15. Yəni, A, B, C, E. İndi buradan bir paralel keçirdirəm. Paralel keçirdəndə bu üç bucaqla bu üç bucaq bir-birinə konkurent olur mu düz bucaqlıya görə? 15 də buradır. Burada tən orta olduğu üçün 2 bərabər düz bucaqlıya bölür mü? Bura 30, burada 30. Deməli, A, B, C, D neçə oldu? Bəli, S, A, B, C, D oldu 60. B variant. B variant. Keçirik 85'ə.
Böyle 85 tane var. Deyir ki, o mərkəzi AC hipotenuzu üzərində olan yarım çevrə ABC düzbucaqlı tutulan katetlərinə toxunur. Belə bir düzbucaqlı uzaq çəkək. Deməli, AC, bu da B düzbucaq. Deməli, burada toxunur. Çevranı vurusuz çəkdim. Ama burada oldu bunun o mərkəzi. Düzdürmü? Deyir ki, BO parçası üçbucağın sahələrini 36 və 24. 36 bura, 24 bura hissələrə qoyur. Tərəfi AC olan kvadratın sahəsini tapır. Uşaqlar, bura baxın. Buna, məsələn, deyək ki, buna A deyirəm, buna da B deyirəm, bu katetlər. Sahəyə baxın. Buraya hündürü yendirəndə eləyir mi bura? Burada hündürü yendirəndə həmin eləyir mi? Çevrən radiusunda. Bax, bu AOB-nin sahəsi. A, bölə 2 eləyir mi? Bərabər 36-ya. Keçin indi bura. B, bax, bu bir üçbucağın sahəsi. BO-seninki isə B bura bölə 2 eləyir. Bu da 24. Düzdür? Bura 36-dır. Təcrübə yeri silərlərəm. Bura 36-dır. Bura da 24-dür. İndi bunların nisbətlərinə baxın. Nisbətə baxanda bunun buna nisbəti 36-nın 24-ə nisbətidir. Bölə 2-lər gedir. A-nın B-yə nisbəti 3-ün 2-yə nisbətidir. Yəni A bərabərdir 3K-dır. Burada 2K-dır. B də bərabər 2K-dır. Onda AC kvadratı bərabər olur. A kvadrat üstə gələk B kvadratına. Düzdür? Yox. Hələ burada bir başqa şey də deyək. Bu K, bu. AC kvadrat, A kvadrat üstə gələk B kvadrat. Yəni bu da 9K kvadrat üstə gələk 4K kvadratı, yəni 13K kvadratı demək. AC kvadratını yadda salın. 13K kvadrat. Bundan başqa, ABC üçbucağının sahəsi bu ikisinin cəminə bərabərdir. Neçədir onda? 60 eləyir mi? 60. Düzbucaqlı üçbucağı olduğu üçün SABC bərabərdir. Bax, katetlərin hasili yarısıdır. Yəni 3K, burağı 2K, bölə 2 elədi 60. Bu da neçə eləyir aşağı? 6, 10, K kvadratı bərabərdir 20. K kvadratı 20-dir mi? Yadda salın. Bizə də deyir ki, tərəfi AC olan kvadratın sahəsini tapır. Tərəfi AC olan kvadratın sahəsi AC kvadratı. Düzdür? 13K kvadratı, bu da 13 buraq. K kvadratı da 20-dir. Elədi 260. Y variantı. Y variantı. Yazdım bunu. Yaxşı. Keçirik 87-yə. 87-də görək nə deyir uşaqlar. Deyir ki, düzbucaqlı üçbucağın, düzbucağının tənböləni hipotenuzu 15 və 20 hissələrə ayır. Qoy düzbucaqlı üçbucağı. Yenə belə çəkək. Bax bu A, B, C olsun. Bax bu da tənbölən olsun. B, T. Bu bucağa bərabər. Yəni 45-45-dir də. Bunu yadda salın. Tənbölənin hipotenuzu 15 var. 15 bura da 20 bura. Bu üçbucağın sahəsini tap. Uşaqlar, tənbölənin xassəsinə görə A, B-nin B, C-yə nisbətinə, A, T-nin P, C-yə nisbətinə bərabərdir. Düzdürmü? Onda bu da bərabər 15-in 20-yə, yəni 3-ün 4-ə. Bura 3K-dır, burada 4K olur. Katetlər. Düzdür? Pifagor teoreminə görə AB kvadratı üstə gələn BC kvadratı bərabərdir AC kvadratı. Başqa sözlə AC də cəmi 35-dir. Buraya deyir elə 5K edir AC-nin özü. AC kvadratına buradan da alırıq ki
deməli, bu bərabərdir 9k kvadrat. Üstə gələk 16k kvadrat. Başqa sözlə AC bərabərdir neçə olacaq? 5k. 5k'mız da 35'dir. K bərabərdir 7'dir. 7 demək. Onda çox gözəl. Bu olur 21, bu isə olur 28. Bizdən də bu üçbucağın sahəsini soruşur. Onda SABC bərabərdir. Katetlərin vasitinin yarısı. Yəni 21 vuraq 28 bölə 2. 21 vuraq 14. Bu da 210 budur. 84 də budur. 294 var mı? B var ya. B var ya. Yazın. Keçək 89'u. Görək 89'da deyir ki, düzbucaqlının bir təpədən çıxan təm böləni və diaqonalı. Belə bir şeydir. Bax, bu təm böləni. Bax, bu da diaqonal olsun. Ha? Elə mi? O yadından çıxmışdı çünki. O ağla gəlməz, birdən görürsən gizli şeylər olur. Deyir ki, bura 45'dir. Bunun arasındakı uzaq da 30 dərəcə. Bura da 45'dir, da bu geçsin. Deyir ki, bax bu üç buzağın sahəsi 12,5'dir. Məsələn, bura A-da A-dır. Onda bu A kvadratı bölə 2 bərabər 12,5'dir. A kvadratı 25'dir. A bərabər olur 5'e. Başqa sözlə, bura oldu 5. Düzdür? O birisi də 5'dir, hələlik ona deyil. İndi bax, bu təmbölənlə diaqonalın arasında qalan buzaq 30'dur. Bunun bir dənə təmbölənini çəkək. Təmbölənini çəkəndə bura oldu 15, bura da oldu 15. 15 olandan sonra bax bu gördüyümüz bucaq olur 60 dərəcə. Bu isə 30 dərəcə. 30 dərəcəlik bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Onda hipotenuz 10 olur. Düzdürmü? Həm də bir bura baxın. 45, bura 30, bura 75, bura da 15 dərəcə. 15, 15 bərabər yəni 3 bucaq alınır, burada 10 oldu. Bax, bura qədər gördüyümüz isə 10. 10. Keçirəm bura. 5'dir. Bura 30 dərəcəlik bucaq qarşısındakı katetdir. Burada 60 edir. Bax, bu gördüyünüz də 5 kök altında 3 edir. Və salam, ümumi sahə nəyə bərabər? Eş düz bucaqlı bərabər 5 bura. Bu ikisinin cəmi 5 kök altında 3 üstə gələ yox. Bu isə eləyir. 25 kök altında 3 üstə gələ yəni. C variant. Keçək görək. Ondan sonra nə var? Yaxşı məsələlərdir. Bax, əsl din məsələləri belə məsələlər uşaqlar. Yolu tapdın, yolculuk yoxdur. Həll edirsən. Amma digər kurslarda olanlar bezdirici suallar olur. Hesabla. Yaxşı, görək 91'dən nə deyir? 91 də maraqlı çalışmaya oxşur, çəkək. Deməli, bir düz bucaqlı çəkiblər. Diaqonal çəkib. Deyir ki, bir də bir belə M nöqtəsi çəkib. Görək nədir bu? Belə bir xət çəkib. A-dır, M-dir, D-dir, C-dir, B-dir. Və buranı şirkətliyib uşaqlar. Yaxşı. Düz bucaqlı da bu aydın məsələdir ki, deyir ki, S-A-M-C bərabərdir 15. A-M bərabərdir 3'dür. M-D bərabərdir 1 olarsa S-A-B-C-D-ni tapır. Görək bunu nədir? Düşünək. S-A-M-C bu. Sonra M-D. Bura 1'dir. Bura 1'dir. A-M hansıdır? Bura da 3'dür. Onda bura 4 olur. Bu aydın məsələdir. Yaxşı. Buranı da tapa bilərik. Buraya da bir H deyək. H. Onda S-A-M-C nəyə bərabər? A-M-C bərabərdir. A-M. Bura H bölə 2'dir. Bu da 15 edir. A-M 3'dür. 3 vura H bölə 2 bərabər 15. Onda H bərabərdir 10 edir. Yəni, bu tərəf 10'dur. Düzdür? 10. Burada 4'dür.
Onda SABCD bərabərdir 4 vuraq 10 eləməlidir 40. Bəli. Düzdür? Sor. Gözəl. Geçək 93-ə. Görək bu nədir? Müəllim, biz orada ayın MD nisbətində, o tutarın sahəsi nisbətində. Hə, elə demək olar. Ən rahat oyun, düz deyirsən. Hə, bura 15 olanda, bura 5 olurdu. 5, 20, 40. Hə, bu ağlıma gəlmədi, elə nisbət ağlıma gəlmədi, birdən bir rəqəmdürüyü fikirləşdim. Düz deyirsən, o daha qısa yolu. Bildizdən ətə. 3-ün 1-ə döymü? Bunun sahəsi 15-dir, onda bura 5 olacaq. 3 dəfə daha kiçik. 20, diagonal, o birisi də 20-dir, 40 olacaq. Hə, ən rahat oyun. Barı da həmin anda ağlımıza nə gəlir? 93-ə baxaq. 93. Deyir ki, yan tərəfi 10, oturacağa çəkilmiş hündürlüyü 6 olan bərabəriyənin tutulan sayısı. Bu bir uşaq. 92-ni oxudum. Yan tərəfi 25, yan tərəfi 25, oturacağa çəkilmiş hündürlüyü 15 olur. 25, 25, oturacağa hündürlük çəkəndə həm də median olur 15, düzdürmü? 25, 15 bura olur 20, bax o kəriminə görə. Onda 20 də buradır və salam hazırdır da S bərabərdir 40 vuraq 15 bölə 2, 300 eləməlidir. Yaxşı. 95-ə baxaq. 95-ə baxaq, görək 95-də nədir? Məncə elə bu sahələrin içindən maraqlısı Suzanın sahəsi olanlar. Bir də trapesiyada çox güman ki, trapesiyada özünə bir şey olsa, maraqlı suallar olacaq. Yaxşı uşaqlar, keçək. Neçədə indi? 95-də. 95-də nədir? Belə bir üçbucaq verib AD. Əvvəlcə 12, BC 15 və s. Görək nə? Çəkməyə çalışalım üçbucağı. Belə bir üçbucaqdır. A'dır, B'dir, C'dir. Burada D'dir. D. Belə bir D çəkir. Qoy görək nədir burada məqsəd. Bu da 30 dərəcə. AD 12. Ha, bura 12. Sonra BC 15. Bax, bura 15'lər. BC 15. Aha, hündürlüyü də tapılır. ABD üçbucağının sahəsidir. Hər mənası bir şeymiş. BCD də 30'dur. Ay şura, buradan bax bir dənə hündürlüyü indirəm. Hündürlük. SABD'ni soruşur. Mən verədim bir sambalı misal. 30 dərəcəlik bucaq qarşısındakı katet alır, görürsünüz mü? 15'in yarısıdır, yəni 15 bölə 2'dir burada. İndi SABD nəyə bərabər? Bərabər AD olaraq H bölə 2. O da bərabərdir. AD, yəni 12 vuraq 15 bölə 2 bölə 2. 6, bundan bu gedir 6, 45'dir mi zaten? 45. 97'ye baxaq. Görək 97. Nədir? 97. 97'də də yəni bir qalxmalar şərtləri. Görək, baş aça bilirik. Mən əvvəlcə bu şəkli çəkək. AC BC-yə bərabər. Hə, bərabər yanı tutacaq uşaqlar, belə bir şeydir. Biraz başlanma gözüm. Sonra yox, amma düz bucaqlı çək. Biraz da yuxarıdan götürək ki, düz bucaqlı aşağısı. B verdik. Bir də B. Bax, bu B. AC bərabər BC. AC bərabər BC. Burası C. A'dır B. Asandır. Baxaq da görək nədir. Baxmamışam. AD BD, həm bu da mediandır. Həm də hündürlük. BD yazır ki, AD də bərabər BD. Yəni bu buna bərabər. Bu buna bərabər. Sonra da yazır ki, B'ye də YS'ye, hə bu da bunun ortası. Deyirəm mi? Y.
B'yi, medianların kəsişmə nöqtə. Burada O. ASB də 90. OD 2 olarsa, ha. Bura 2 olarsa deyir. SABC-nin tapın. SABC. Yəni OD bərabər 2 olarsa. SABC. Qoy fikirləşin gördüm nədir? Bu 2, bu 4-dür da bu aydın məsələdir. 4 olanda bu 6-dır. Bura da olur 12. Nəyi soruşur? Yəni, niyə 12? Bax, medianlar təpədən başlayaraq 2-nin bir nisbətində bölünür mü? Bura 2-ci, bura 4 olur. Bu oldu, hipotenuza çəkilən median. Hipotenuza çəkilən median da hipotenuzun yarısıdır. Yəni, median 12-dirsə, median 6-dırsa, hipotenuz 12-dir. Onda hesabesi bərabərdir. 6 bura 12 bölü 2. Yəni, CD, bura AB bölü 2 də, tərəf ortaya. Bu da 36 edir. Elə neyse. Yaxşı. 99'a baxaq. Bu gümanın büyüklüsünü bəs edəcək. 99. Deyir ki, ABC üçbucağında A1 və B1 medianları perpendikulyardır. Aha, bu nəsə dərsən dolaşıq şey olacaq. A1. Belə eləyək, bu A1. Bu da misal üçün olsun. B1 medianı da biraz da uzatmaq lazımdır. Bu da B1 olsun. Bu da B ile gelsin. Aha. Bu buna beraber. Bu da buna beraber. Birbirine de perpendikular. Aha. Ve uzunlukları uygun olarak A1 neçə verir baş olarak? 6 B1'i de verir 9. ABC üçbucağının bir sahəsini tapın. 6-dırsa bu aydın məsələdə A1 6 olanda bura 4'dür, bura 2. Bu da bura 6'dır, bura 3'dür. Yaxşı. Onun nə tərəf tapıyacaq? Medianları şeyləməklə. A1, B1. 4, 3, bura 5 elədi mi? Burada 5 eləyəcək. Niyə? Perpendikulardır çünki. Düzdür mü? 5, 5. Sonra 4, 6. Bunu da tapa bilərik. Orası nə verəcəklər? Bir dənə median. Ha? Bir dənə median sesi 6 bərabər C. 6 bərabər C-yə bölür. Düz deyirsən. Hə, bu sahəni də tapıram, deyirsən 4 vura 6 bərabər C-yə bölür. Düz deyirsən. Bax, fikir ver. Bu 4 vura 6 bölə 2'dir. Çünki katetlər. Neçə olur onda? 12, 12. Bunu da çəkirəm, onda 6, burada 6, burada. 6 ilə 36 edir, değil mi? SABC bərabərdir 36. Niyə? Çünki medianların böldüyü üçbucaqların sahələri bərabərdir. Bax, bundan da tapırıq, bundan da tapırıq. Bu ikisi 4 vura 6 bölə 2 katetlər arasında yarısı 12 mi edir? 6 vura 6 vura 6, 6, 36, 36. Bu qədər uşaqlar 100 də daxil olmaqla yazarsınız.